Azərbaycanımızın gözəl bölgələrindən biri olan Qəbələdə olacağıq. Qəbələnin gözəl təmları ilə, ləzzətləri ilə və görməli, gəzməli yerləri ilə birgə tanış olaq. Şamaxıya çatırıq, yol üstünə oldu. İstədik ki, bir şeylər atışdıraq. Həm də marketə girək. Görək marketdə nələr var və bu haqda da sizə məlumat verəcəm. Bəzi marketlər var. Mən bunu demədən dayana bilməyəcəm. Bu səbətlərin içi o qədər kirli olur. O qədər kirli olur. Hətta bir neçə marketə getmişəm, demişəm ki, bu səbətləri xahiş edirəm yuyun. Ona görə biraz gigiyenaya diqqət etmək lazımdır. Burada səbətlər təmiz və səliqəlidir. Bu arada bol C vitamini qəbul etmək üçün yolda atışdırmağa mandarin götürürəm. Və mandarin haqqında sizə geniş məlumat verəcəm. Etil vaxtı. Mandarin faydaları bu aylarda nə üçün bol? Ümumiyyətlə, narıncı rəngdə olan meyvələrdən istifadə etmək daha faydalıdır. C vitamini zəngindir. Antioksidan təsirlidir. Orqanizmdə toksinlərdən təmizlənir, dərinin qocalmasını ləngidir, enerji verir, yorğunluğu azaldır, gün boyu gümrah saxlayır, ürək sağlamlığını qoruyur, qan dövranını yaxşılaşdırır, həzm sistemini yaxşılaşdırır, liflə zəngindir, qəbizliyin qarşısını alır, arıqlamağa kömək edir, az kalorili, toxluq hissi verən ideal qidadır, dərinin parlaqlığını artırır, stresi azaldır. Beləliklə, biz qida rasionumuza bu fəsildə bol portağal və mandarin salmalıyıq. Beləliklə, narıncıl rəngli meyvələrdən bol istifadə etməyimiz tövsiyə olunur. Bir dənəsinin dadına baxa bilərəm. Belədir, mən bilərəm. Çoban yastığı adı ilə satılanlar çoban yastığı deyildir. Sən satırsansa, məsuliyyətli eləməsi sənsən. Bax, dönün baxın o oğlanlı dönüb gedir ki, məni çəkməyin. Bax, cavan oğlan. Sonra deyirlər ki, Mübariz bəy agresiv var. Əslində, xalqı aldatmaq olmaz. Vətəndaşı aldatmaq olmaz. Yarım pay ərişdə şorbası sifariş verdim, yanında sirkəsi ilə servis edirlər. Gəlir, gəlir. Bəzilər müğənni çağırır, mən də yemək çağırıram. Getdik. Qəbələnin məşhur bazarındayıq. Qəbələdə çaşır olur. Çünki buranın iqlimi ona uyğun deyil. Mən üç qulaq bir də bazardan almayacağım. Almışdım, apardım, gördüm, dördüncü qulaq özümə. Marketə girən kimi sol tərəfdə ətir var, baxmaq istədim. Bu arada da sualım olacaq. Bu aylarda, payız ayında, ümumiyyətlə fəslə görə ətir seçimi olurmu? Bəli. Bu neçə versiz qramı mı? Qramı 4 manat. Ən əsası odur ki, bu marketdə ən sevdiyim üslublardan, ən sevdiyim, daha doğrusu xidmətlərdən biri budur ki, məsələn, bir yerə gəlsən, qonaq gəlsən, istədiyiniz təzə hazırlanmış tortlar da var və şirniyyat vitrini mövcuddur. Mənim məqsədim haransa tərifləmək deyil, xidmət sektorunda, qida sektorunda şəffaf olmalıdır, insanlar görməlidir. Bax, burada görürsünüz, nə səliqəli şəkildə xidmət göstərilir. Bir də bunu xüsusən qeyd etmək istəyirəm ki, yol kənarında bəzi yerlər var ki, yemək verirlər. Amma yeməyin nə mənşəyi, nə də mənbəyi bəlli deyildir. Hətta nə vaxtdan qalıb, nə vaxtdan bişirilir, heç ondan xəbərdar olmuruq. Sonra isə bunun problemini ciddi şəkildə yaşayırıq. Dovğa şorbası 3 manat, mərcimə şorbası 3 manat, borş 3 manat 50 qəpik, ətli
Fasulye 4 manat 50 qəpik. Qazan yeməklərdə 3 manatdan başlayıb 5 manat 50 qəpiyə. Və bu arada bol-bol su tükətməyə çalışın. Farellərdə haran fareldir bunlar? İran fareli, Naxçıvan fareli. Naxçıvandan da gəlir. O neçədir Naxçıvan fareli? 14 manatdır. Bəs bu? İran farelləri. 10 manat 50 qəpik, 14 manat. Bu dadına görə fərqlənir. Daha dadlı deyilmi? Və bu talistoydur, nədir bunlar? Bu Talistanın balığı, xana balığı. Xanı balığı, Təmiz bəli. Mingəçevirdir. Təmiz Mingəçevir. Mənim tanışım Bakıdan almışdı 15 manata. Burada 10.50-dir. Quzu əti 20 manat, dana əti isə 17 manat. Əla, bazar olsun. Salam aleyküm. Alışverişimi etdim, marketdə gəzdim, qiymətlərlə tanış oldum, məhsulun tarixinə, saxlanma şəraitinə diqqət etməliyik. Hər market bu standartlara cavab verməlidir. İndi isə yolumuza davam edirik. Bakı şəhərindən 200 kilometr yol qət etdikdən sonra Norçay restoran koteclərə gəldik. Qəbələdə yerləşir. Ekoloji cəhətdən təmiz və gözəl şərait vardır. İndi isə uzun yorğunluqdan sonra bir çay əla gedər. Qəbələnin şirniyyatları gözəldir, amma ən məşhuru isə üçqulaqdır. Gözəl bir təbiətin qoynunda bu turistlər də gəlir. İndi bir-bir göstərəcəm nələr var burada. İnsanların diqqətini çəkəcək. Uşaqların əylənməsi üçün yerlər də mövcuddur və möhtəşəm göl və meşəlik var. Gəlin bircə bununla siz tanış olaq. Nə olursa olsun bu həyatda insanın bəzən motivasiya olmağa ehtiyacı var. Bəzi yerləri gəzirik, görürük, amma bəzən də iş stresi və ya yaşadığı yerdə bir stres, həyəcan, narahatçılıqlar olur. Unutmayın ki, insan öz gözəlliyini, həyata olan öz sevgisini belə yerlərdə gəlib daha da bunu istiqamlığa çevirməlidir. Bir növü özü özünə hədiyyə etməlidir. Allah Taala'nın bizə bəxş etdiyi bu gözəl təbiət ki var, onun zövqünü almaq lazımdır. Diqqət edirəm ki, burada turistlər, xarici ölkədən gələn turistlərimiz mövcuddur. Həqiqətən də bu gözəlliyi görmək üçün gəlirlər. Bizim yerler telli sazım, Zəhmət Səhnar gölə, Mübariz bəy xoş gəlmişsin. Bir dənəsinin dadına baxa bilərəm. Belədir, mən bilərəm. Çoban yastığı adı ilə satılanlar çoban yastığı deyildir. Sən satırsansa, məsuliyyətli eləməlisənsən. Bax, dönün baxın o oğlanlı dönüb gedir ki, məni çəkməyin. Bax, cavan oğlan. Sonra deyirlər ki, Mübariz bəy aqressiv var. Əslində, xalqı aldatmaq olmaz. Vətəndaşı aldatmaq olmaz. Yarım pay ərişdə şorbası sifariş verdim, yanında sirkəsi ilə servis edirlər. Gəlir, gəlir. Bəzilər müğənni çağırır, mən də yemək çağırıram. Getdik. Qəbələnin məşhur bazarındayıq. Qəbələdə çaşır olur. Çünki buranın iqlimi ona uyğun deyil. Mən üçqulaq bir də bazardan almayacağım. Almışdım, apardım, gördüm 4-cü qulaq özümə. Bunlar neçədir?
nümunə alıb aparıb baxıb yoxlaya bilərik. Kimi deyir suda yoxlayıram, kimi deyir uzananda yoxlayıram ki uzanır, qırılmır. Amma bu mən sizə deyim ki bir real faktor deyil. Çünki nəticə etibarla ən gözəlini yoxlayıb tapmaq laboratoriyadadır. Kəhli otu neçədir? 100 qramı 7 manat, sadəsi var 100 qramı 5 manat. Çoban yastığı, o çoban yastığına oxşamır. Bir dənəsinin dadına baxa bilərəm. Belədir, mən bilərəm. Deməli dostlar, bildiyiniz kimi çoban yastığının iki növ var. Biri çoban yastığına bənzəyir, biri isə eləməz çoban yastığıdır. İndi baxaq görək bu çoban yastığı odurmu? Deməli dadından bilinir. Dəmləyəndə acı olursa və ya çeynəyəndə acı olursa təmiz çoban yastığı deyil. Azərbaycanda demək olar ki %95% çoban yastığı adı ilə satılanlar çoban yastığı deyildir. Siz isə müalicəvi olaraq alırsınız, elə bilirsiniz ki çoban yastığıdır, amma o deyil. Əsl çoban yastığı balaca olur, yerdən hündürlüyü maksimum 20 santim hündürlükdə qalxır və balaca olur, şirin dadı olur. Əgər acı dadı verirsə, demək ki çoban yastığı deyildir. İndi isə vaxt itirmirik. Yolumuza davam edirik. Qəbələ şəhərində baxaq bizi hansı mənzaralar gözləyəcəkdir. Çoban yastığını satan bu oğlan, cavan oğlan, 19 yaşı var və bu dükanda işləyir. Saxta bir çoban yastığı satır və deyir ki, məni çəymə. Deyirəm, yaxşı, səni çəyməyək. Bunu sən satırsan, neyniyim? O zaman bu məhsulu, saxta bir məhsulu satırsa, bu saxta məhsul haqqında ictimailəşdirmək lazımdır. Sonra deyirlər ki, Mübariz bəy aqressiv var. Əslində xalqı aldatmaq olmaz, vətəndaşı aldatmaq olmaz. Sən satırsansa, məsuliyyətli eləməzsənsə, bax, dönün baxın o oğlandı, dönüb gedir ki, məni çəynəyin. Bax, cavan oğlan, cavan oğlan. Bax, girib dükandan mal alaram, ha, götürüb gedərəm. Görürsünüz? Yəni, belə deyim, heyflər olsun ki, cəmiyyətimizdə belə insanlar da mövcuddur ki, saxta mal satır və sonra deyir ki, turist gəlmədi və ya vətəndaş aldı müalicəvi olaraq bu həmin müalicəvi bitkilərdən istifadə etsə də belə faydası olmadı. Xahiş edirəm, çox-çox artıq dərəcədə gəlin bütün vətəndaşlarımız bir-birimizə faydalı olaq. Bax, piti geri, piti, ha? Yanında dovğa, sirkə, o birisi nədir? Dolma da var, duşqara da var. Bax, dolma da var. Gərək dadına baxaq, dolma da varaymış, ha? Yarından söz götür və porsiyon sözündən götürülübdür ilk dəfə. Və ona görə də biz bu porsiyon sözünü, yəni bir nəfər üçün nəzərdə tutulan yemək sözüdür və biz də buna pors da deyirik və ya porsiyon deyirik və ya pay da deyə bilərik Azərbaycanlıca. Yarım pay ərişdə şorbası sifariş verdim, yanında Qəbələyə məxsus Qızıl Əhmədin olan sirkəsindən servis edirlər. Zövqə görə sarımsaq istəyəndə olar, istəməyəndə mən sarımsaq istəmədim. Düşbərə haqqında danışmaq istəsəm, bilirsiniz ki, düşbərə bölgələrdə vardır, amma ən məşhuru isə eləməz
Bakı düşbərəsi, hətta deyirlər ki, bir qaşığa Bakı düşbərəsi 40 ədəd yerləşməlidir. Amma bölgələrimizdə biraz, buna görüm nə qədər yerləş. 1, 2, 3, 4, 5. 5 dənə. Bu da kifayət edər. Bismillah. Düşbərəni çox bəyəndim. Soruşdum. Bəzi yerlərdə dadlandırıcı istifadə edirlər. Məncə mətbəxinizdən, evinizdən o dadlandırıcıları uzaqlaşdırın. Yəni, ət dadlandırıcısı var. Adlarını çəkmirəm, bilənlər bilir onsuz. Getdik. Əzizlərim, indi isə axşam yeməyimiz gəldi. Bir də qeyd etmək istəyirəm, %100 təbii süddən yağlar hazırlanır və bu yağlarda da burada var. Bu nədir? Mən şokdayım. Şoka girəm. Yəni, kənd çulpasından, tavaqa filan. Bu havalara girəndən sonra mən bu yemək tapmasam necə olacaq? O nədir? Vay. Çağır, sarımsaq qatıq eləsin. Süzməni belə açsan, yaxşı. Gəl yaxından bax. Üstündə də cızlıq. Cızlığı özüm hazırlamışam, ha. Özüm. Gəl yaxına. Bu nə gözəllik, gəl. Kamran, gəl sən də yaxına. Bay. Dolma, bax gör gözəl. Bu da cızlıq da, bunu qeyd eləmək istəyirəm. Cızlığı var. Bunu birinci yemişsinlər. Vay qərəm. Mən inan. Mən özümdən asılı deyil. Mən yemək yeyəndə, dadlı yeməklər, özümü xoşbəxt hiss edirəm. Elə bir ki, öz ruhumu, cismimi mükafatlandırıram. Və gözəl yeməklər yeyəndə əlhəmdülillah deyirəm, şükür Allaha. Birinci mən buna baxın, şirəli danıya. Sizcə buna niyə şirəli dana deyirlər? Çünki ət qaynayır, şirəsinə düşür. Şirəli cücədə ola bilər və ya xoruz ətindən daha dadlı olur, qaz ətindən daha dadlı olur, qoç ətindən daha dadlı olur. Bu da dana ətidir. Bismillah. Bunu əslində belə qoyub qabağa, bu şəkildə qoyub yemək lazımdır. Amma mən sizsiz yeyə bilmərəm. Ulan duşonkasından yəni ölürəm. Yanıram aman, ölürəm aman, esmirəm. Qırmızı soğan ola, belə xarçıltıyla yeyərəm. Dolmanın dadına baxaq. Qatığı götdük, sarımsaqlı qatıq və əlavə edirik. İndi güzel yiyəcəm. Bu gördüyünüz kənd çorpasının tabakası 20 manat, yanında damaşlı kartof kərə yağında qızardılmış. Biləm yeməyimizi yeyək, sonra çay süfrəsində maraqlı söhbətlərimizə davam edək. Laxçan qovurması ilə laf ürəyim istədi. Əlavə olaraq sifariş verdim. Bu Bakı badamıdır. Maşallah, özü də incə. Neçədə?
5 manat. Bal içində böyümüşəm mən. Ona Maşallah. görə bu yaşı yaşamışam. Yox, hələ nə yaşın var Hə, ki? yox, Maş- 70 Allah yaşım. bərəkətli ömür Sağ ol versin. ölərəm. Bunu qatıq gətirirlər. Hardan gətirirlər? Bilmirsən haran qatığını satsan sən? Yox, yo, almaram bazardan. Almaram. Çox sual olunur ki, niyə limonlu kofe içirsən? Beş litrli bu səməvar çay yanında bir çaynik dəm, tünd dəm deyə gəlmişəm. Dəmlənmiş çay 15 manatdır. Başqa yerlər var ki, keçənlərdə adını çəkməyəcəm. Bir məkan var, 7 gözələ çatmamış, sağa dönürsən, içəri uzağa girsən də ora. 10 manata bir çaynik verdilər. Mürəbbələrin biri 5 manatdır. Üç qulağın isə, bu üç qulaq bunu deyirəm, bax bu. Cəvizlisi var, qozlusu var, daha doğrusu bir də fındıqlısı var. Üç qulağın bir dənəsi isə 1 manatdır. Və bu gördüyünüz çərəz isə 8 manatdır. Meyvə isə də, bu gördüyünüz meyvə tabağı zövqünüzə görədir. Hər fəslə görə qiymətlər də dəyişilə bilir. Bu gördüyünüz meyvə tabağı isə 10 manatdır. Burada koteclər var, çox gözəl şəraiti vardır. 3 nəfərlik, 4 və ya 5 nəfərlik 2 otaqlı və eyni zamanda ailə olaraq gəldiyin zaman 4 otaqlı vardır. 2 ailə ayrı-ayrı qala bilər. Səhər yeməyi daxildir. Qiymətləri öyrənmək üçün 050 866 66 68. Bax, bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi isə sağollaşıram. Sabah səhər yeməyində görüşərik. Laxçan qovurması ilədir. Laf ürəyim istədi. Əlavə olaraq sifariş verdim. Bu Bakı badamıdır. Maşallah, özü də incə. Neçədə? 5 manat. Bal içində böyümüşəm mən. Ona Maşallah. görə bu yaşı yaşamışam. Yox, hələ nə yaşın var Hə, ki? yox, Maş- 70 Allah yaşım. bərəkətli ömür Sağ ol versin. ölərəm. Bunu qatıq gətirirlər. Hardan gətirirlər? Bilmirsən haran qatığını satsan sən? Yox, yo, almaram bazardan. Almaram. Çox sual olunur ki, niyə limonlu kofe içirsən? Gözəl, dincəldi, istirahət etdi. İndi isə səhər yeməyi və bazara çəkilişə gedəcək. Səhər yeməyində gördüyümüz kimi bu məhsullar mövcuddur. 2 nəfərlik səhər yeməyi 30 manatdır. 30 manata daxildir bu məhsullar. Laxçan qovurması ilə lap ürəyim istədi. Əlavə olaraq sifariş verdim. Bunun qiyməti 14 manatdır. 2 yumurta və kükü olur yanında, kükünü də gətirilir. Bismillah deyirik, yeməyimizə başlayırıq. Bismillah. Diyetdəyəm. Səhər-səhər mütləq 2 yumurta yemək daha faydalıdır. Hə, xəstə olanlar demirəm, sağlığında problem olanları. Amma mütləq 2 ədəd yumurta mən hər gün tükətirəm. Səhər durdum, 2 stəkan ılıq, bədən temperaturuna uyğun olan su, maye qəbul edirəm. Ondan sonra açdım yeyir. Bismillah. Bazarda görüşərik. Qəbələnin məşhur bazarındayıq. İndi isə gəlin görək qiymət və keyfiyyətlər necədir. Sizinlə birgə bazarı gəzək. Bazarlıq nə tərcih edir? Deyirlər zəifçilikdir, yoxsa yaxşıdır? Biraz zəifçilik. Qiymətlər soruşaqmı? Qozun qiyməti neçədir? Qoz 3.50-dən 5 manata. Bax, bu yaxınlarda qozu almışdım Bakıdan. Güya təzə qozu adı ona. Su, bildiğin suya basılmış və 2 günə civihlərdir. Demək ki, saxta idi.
Bu Bakı badamıdır. Maşallah, özü də incə. Neçədir? 5 manat. İçi bu yerli deyil amma içi. Bax qoz ləpələri. Qoz ləpəsi 12 manat, 18 manat. Əla. Şah balıt. Babat 6 manat, 9 manat, 8 manat, 8 manat, 7 manat. Bu da Qəbələndə hamısı. Qoz fındığın ortalama qiymətini bildik bazarda. İndi gəlin bazarın içərisində bir yumru yer var. Orada konservləşdirilmiş pomidor, xiyar və ya digər turşular da mövcuddur, mürəbbələrdə. Gəlin indi orayla tanış olaq. Bu sumaq harandır? Sumaq Solğuda meşədən yığmışam. Özün Təmizləsin, yığmısan. Bəli. Özüm döyülməmişi də var. Bismillah. Baxa Yox, bilərəm. bax, Halal bax. edirsən bu qədərinə bax. Bax, halal xoşun Bismillah. olsun. Mən ona pul da istəmirəm, demərəm də. Haqq halal xoşun olsun. Təmiz də, təbii də sumaqdır. Hə, maşallah. Neçədir? Hə. İskanı 2 manatdır. Kilo 35 manat. Hə, bazar olsun sənə Sağ deyirəm. ol. Allah gülə. xeyirli, bərəkətli eləsin. Sağ Sağ ol, ol, Allah sağ ol. Salam aleyküm. Hər vaxt xeyir olsun. Necəsiz? Bibi yoxdur deyəsən. Qiymətlər neçədir? Ummat da var. Nə fərqlər var? Belə baxıram. Süzmələr, şorra 2 manatdır. Qurut varmı? Qurut qutarıb. Bəs sirkə neçədir? Sirke bu 7 manat. 7 manatdır. Bu lobiya Qəbələnin lobiyasıdır yəqin, eləmi? Yumurta 40 köpüklü, kənd yumurtası. Dəqiq. Bəli, 100%. Özün hazırlayırsan? Yox, alıp satın. Alıb satacaq. Ha, bazar olsun ana. Sağ ol. Karabqaları hardan yığırsan bax? Ha. Yox, məsələn bu karabqanı hardan almısınız? Sarıqlar içində mal gəlir. Nə gəlir ha? Sən istəyirsən qurban. Yox, bildim nə malı gəlir belə. Bunu qatıq gətirirlər. Hardan gətirirlər? Bilmirsən haranın qatığını satırsan sən. Yağ da gəlir bunun içində. Yox, kənddə də bilirəm. Məsələn qatıq qoyur. Yağı olan yağ da qatıq gətirirlər. Görəsən bu karabqa kəndçidə nə edir? Məsələn. Termosunda çay var. İsti su var. Çay döyülür, Ha, isti su. şor kəsimi neçədir? 2 manat. 2 manatdır. Yağın neçədir? Sənin yağın olur həmişə. Dadına baxa bilərəm. Bax bir belə dadına baxacağam. Belə bir ki, belə də. Yox, yox, mən səhər yemək yemişim, özdə Qəbələ yumurtasını. Deməli, məlumat üçün bildirim, yağın birinci keyfiyyət göstərirsə, əgər damağınız çox mükəmməl deyilsə, əllə rahat yoxlanır. 36 dərəcə temperaturda əriməlidir. Əgər bu 36 dərəcədə ərimirsə, yağın tərkibində katkı maddələrindən istifadə olunmuşdur. Yəni bitki yağlarından. Bu qaymaqdan əldə olunan yağdır. Yox, bu təmiz yağ, müdrək. Alan da, satan da həmişə diqqətli olmalıdır. Aldanmaq üçün ən mükəmməl yerdir. Düzdəmi acaba? Doğrudur, deyirlər, bal da verə bilməz balanın dadını. Amma ki, bəzən elə bir fırıldaqçılara rast gəlirik ki, bal məsələsində. Arının belə başına oyunu açırlar, arının da xəbəri olmur. Məsələ buradadır. Bal alarkən nəyə diqqət etməli? 1. Laboratoriyada yoxlamaq lazımdır. 2 isə çox vicdanlı adam tapmaq lazımdır. Bu biraz çətindir. Amma yenə də içərisində vicdanlı insanlar vardır. Düzdür. Deyirlər ki, mən and içir ki, mən arıma peso, bal və ya şərbət hazırlayıb verməmişəm. Sən demə, özü verməyib, qonşusu hazırlayıb verib. Belə and içmələr də qarşıma çıxıb. Bu şam baldır. Yarım kilodur. Ha, neçədir? Kilosu 35 manatdır. Təmiz baldır. Unsuz heç kim deməz ki. Mənim bir dostum var idi, bir əhvalat danışım. Bal gətirmişdi Astaradan bizə satmağa. Biri də Zaktaladan gətirmişdi. Zaktaladan gətirən o qədər and içmişdi ki, aldım,
təsadüfən laboratoriya apardım. Baxdım ki, yəni bal demək elə bir arıların haqqına girmişik. O biri Astaradan adam gəldi, bal satırdı. Balı o da and içdi. Dedim, Zaqataladan oğlan var, o qədər and içirdi bal satanda. Deyir, o and içirsə yalan deyir. Deyirəm, nə bilirsən? Deyir, çünki mən də and içirəm. Qəbələdə çaşır olur. Çünki buranın iqlimi ona uyğun deyil. Gətirirlər, yox, yetişir. Bizde yetişmir ama Niğde yetişir. Amma bu qoyanda turşunu biz uşaqlıqdan bu eləyirik də, bu yəni topluyor. Bunun içinə arpa atanda bir də pendir suyu qoymalıdır. Ağappaq orunda. Çox qəşəng. Yolla. Aman mən 3 qulaq bir də bazardan almayacağam. Niyə? Keçən dəfə bu imenini buradan at çəkmirəm, almışdım. İçində nə qoz var idi, nə fındıq. Çörək avıntısıydı. Yox, elə belə 3 qulaq kimi apardım, gördüm 4-cü qulaq özüməm, 3 qulaq deyil. 15 manata ağ və Qəbələ mən çox sevirəm, bilirsiniz də hər həftə Qəbələdəyəm. Demor gəlirəm ki, həftə ilə qaram burada, çox istəyirəm. evimiz var burada. Niyə bir ev var? Qəbələ bizim üçün hər biri evi bizim evimiz Her sayılır. evde ama qazanması demək başqa. Özümüz Allah həmd olsun, yəni şükür Allah. İndi istəyirəm ki, ətlərin bir qiymətini soruşaq. Gəlin görək bazarda nələr var, birgə tanış olaq. Sonra bir balon banka, xiyar turşuları filan haqqında məlumat alar. Burada nə çəkir diqqətimi? Çox səlqəli və təmizdir. Örtüyündən tutmuş ətlərin olması və piştaxtada gördüyünüz kimi məhsulların satışı da mövcuddur. Dana əti 17 manat, qoç əti 16-17 manat arasıdır. Bazar olsun, Allah bol müştəri yetişsin, insanların da imkanı yaxşı olsun, gəlib alsınlar. Almanın bəhməzi ilə bu bişirilir, qoz olan qatılır və 8 manata da satılır. Alçağın gözəlliyinə. Maşallah, 13-14 manat, 15 manat. Çox yaxşıdır. Çaxma balı necə seçmək olar? İndi illərin təcrübəm var da. Bəli, 72 yaşım var. Maşallah, Allah bərəkətli ömür versin. Sağ ol can, sizlə bahəm. Və mənim yanımda var, bizim bu dağdan aşağı Qaratikan kolunun bəhri balıdır. balı. O balı alırsan əlva, bir qaşqaza da vurursan, tez qırılan, elə belədir. Amma o uzanıb gedən, mənim atamın 100 təhnə arısı olur. Bal içində böyümüşəm mən. Ona görə bu yaşı yaşamışım. Yox, hələ nə yaşım var Hə, ki? yox, Allah 77 bərəkətli ömür Sağ ol versin. ölərəm. 3 gəlinim var vallahi yaxşı. Bax canım qurban, o gəlinlərim var. Nə istəsələr onu alıb aparmışam. Nəvələrim üçün yenə elə. İndiki gəlinlərə tövsiyəm nədir? Əzəli qaynanalar yumşaq olsun. İndiki gəlinlər elədir ki, oğul. Əzəli ataların bir misalı var. Deyirlər ki, quşu yuvasından tutarsan. Bəli. Əmdiyi süt olandan sonra insanın. Ona dənə qorxu yoxdur balam. Ən sevdiyim qonaq gələrsə, Ay canım. nə bişirərsiniz Elə gözəl ona, döşəməli xörək plov bişirərəm. Aş, Onun var. Qəbələnin aşını. Gələrsiz bişirərəm. Mən bişirən aşı da var. Sən nə vaxt gəlib imenini sənin bişirməyi çəkir? Bir arxivləşdirək xatirə qalsın. Nə bilim valla, bu saat ev eşik düzəldir uşaqlar. Düzəlsin. Bizə tör tökün ölərəm. Sənə nə qurban. Ürəyin nə Allah- vaxt istəyir. Ya zarafat eləyirəm. Telefonda Hə. zadda da görürəm səni. sağ olun. Ürəyin nə vaxt istəyirsə Allah razı olsun. Nənə Mən sən bir sizə plov çox bişirin. təşəkkür Can. ederim. Beləliklə Qəbələ bazarında qiymətlərlə və insanlarla yaxından tanış oldu.
belə olacaq. Bir yorğunluqdan sonra bir dənə kofe içim. Mən limonlu kofeni çox sevərəm. Ondan sonra yoluma davam edəcəm. Qəbələni hələ ki gəzəcəyik. O qədər gözəl gəzməli, görməli, həm insanlar mehribandır, həm də ümumiyyətlə şəhərin, təbiətin qoynunda olmağı başqa bir insana rahatlıq verir. Necəsiniz? Xoş geldiniz. Sağ ol. Bir kofe alacağım, limonlu, double espresso, axıracan kofe süzsün, bir dənə də limon sıxası. Deməli, dostlar, çox sual olunur ki, niyə limonlu kofe içirsən? Mən ümumiyyətlə gündə 2 dəfə kofe içirəm, bir səhərlər, o da limonlu, 1 ədəd limon içərisinə əlavə edirəm. Bir də günün ikinci yarısı limonlu kofe içirəm. Mənə həm rahatlıq verir, həm enerjili oluram, əhval-ruhiyyəm yerində olur. Bir də onun dadı limon dadı. Kofeyə xüsusi bir dad verir. Şəkər istifadə etmirəm, ona görə indi limonlu kofe almağa gəlmişəm. 3 manat qiymətidir. Amma düşünün ki, biz harda soruşduq? Nuhur göldə soruşduq, 7 manat dedilər. Amma burada 3 manatdır və yüksəkdə keyfiyyətlidir. Kofe hazır olunca mən uşaqlarla söhbət edirəm. Gənclər, necəsiniz? Neçə yaşın var? Mən 12. Maşallah, səni? Mən 10. Bəs səni? Mənim 7. 7. Qəbələdənsiz? Burada yaşayırsınız. Harda? Bu məktəbin yataqxana. Aleyküm salam. Xoş gördük. Necəsiniz? Sağ ol, təşəkkür. Sizindir. Çox bəyənirəm buranı. Həmişə gəlib buradan çəkə bilər də sənə də. Həmişə gəlib buradan kofe içirəm. İçəri özdə xüsusən bildirmək istəyirəm ki, yalnız və yalnız xanım, bəy və ya xanımlar girə bilər. Bəyin yeri buradır və görsüz gəlib burada çöldə gözləyirəm. Özün bu biznesi qurmuşsan? Bəli, özüm qurmuşam, bir dənə də əxi qardaşımız var, Şərindir. Maşallah. Maşallah, gününüz olsun. Bir yerdə qurmuşsunuz. Bir yerdə interyeridir, dizaynıdır, uzun Çox müddət fikirləşə, dəyişə, əlhəmdülillah istədiyimiz vəziyyətə gətirdik. Ən əsas odur ki, nə olursa olsun bu həyatda vicdanlı olmağa çalışaq. İnsanlara haqqı ilə və ədaləti ilə xidmət edək. Yaxşı, bir gənc biznesmen kimin tövsiyəniz nədir? Tövsiyəm odur ki, ilk öncə Gənclərə qul haqqından yayınmaq, Rəbbə şükürləmək, ondan istəmək, zaten hər şey verən odur. Bəli. Yəni, bu mənim istəyim olub, bunu da mənə yetirən Allah olub. Yəni, nətər deyim, haqlı, ədalətli, vicdanlı, mərhəmətli olmaq mənim üçün şərtdir. Bunlar olandan sonra işin də, çünki hər kəsin işi də öz xasiyyətinə görə də belə düşünürəm. Yəni, onlara diqqət eləyəndən sonra Rəbbim qapılar açır, kütlə sevir, insanları bəyənir. Ondan da gözəl məncə yoxdur. Qəbələ sakinindən soruşmaq istəyirik ki, həqiqətən təmiz balı necə əldə edir və ya təmiz balı necə seçə bilir? Buyur. Xoş gəlmisiniz. Sağ olun. Əvvəlcə Mübaz müəllim. Belə təmiz bal ki, tanıdığım adamlardan götürürəm. İlla ki, tanıdığın Bəli, adam. tanıdığım adamdan götürürəm. Bal yeməyi xoşlayırsanmı? Bəli. Səhər yeməklərində yeyirəm. Yeyirsən, sevirsən yəni. Dərs sevirəm. Yaxşı, burdansan yoxsa qonaqsan? Xeyr, qonağım. Qonaqsan, hardan gəlmisən? Bakıdan. Bakıdan. Qəbələ nəyi ilə sən xatirə buraxdı? Nəyi ilə tanıdın? Nə xatirəndə qaldı? Mən Qəbələdən çox belə istirahət üçün, Qəbələdə Afrem evləri görürəm, elə. İstirahətə gəldik Qəbələyə. Bazı qardaş, bunları çıxartmaqdan məqsədim odur ki, biz arıya rezerv bal saxlamışıq da, ehtiyat bal. Bu əslində bu ramkaları biz götürə də bilərik. Amma arı üçün hər ehtimala qarşı qoymuşuq ki, yəni hər tərəfdən ən azı burada bizim 10 ramkalarda 6 ramkasında arı var, 4 ramkası boşdur.
Faiq bazardaydı. Mövzu təmiz bal haqqındaydı ki, təmiz balı necə əldə etmək olar və ya əldə etmək bir tərəfə necə seçə bilər vətəndaş? Deyə bilərəm ki, balın ən gözəl yoxlanış şəkili laboratoriyadır. %100 əmin. Yəni bu da yəni əl çatmaz olur bəzən. Məsəl üçün hər adam Büdcəsi uyğun olmur. Bəli, 118 manat səhv etmirəm. bəli. Aha. Ona görə mənim qısa və net olaraq məsləhətim olar ki, bir arısı kimi tanıdıq bir adamdan, güvənilir bir insanla ən azından içində bir rahatçı psixoloq. Şərəfli və ləyaqətli bəli. ki, o öz adına, Bəli. şərəfinə, ləyaqətinə, Doğru. arıçılıq ləyaqətinə xəsər Bəli, gətirməyəcək. bəli. Arının kütləvi qırılmağı haqqında eşitdim. Yəni bu son illərdə bu daha aktual bir məsələdir. Bunun səbəbi nədən dolayıdır? Nə ilə əlaqədardır? Bunun səbəbi çox əfsuslar olsun ki, təbiətdə yağışların yağmaması, məsələn, müəyyən məsələlərdə, məsələn, biz götürsək ki, dünyada gedən proseslərin buna çox böyük təsirləri var, müharibələr olsun, digər başqa məsələlər var ki. Telefonların da bir təsir var. Çox təsirlər Şua olsun. olanda arı öz ünvanına doğru məlumatları verə bilmir. Bəli. Belə bir şeylər eşitmişəm, Belə mövzular. izah verə bilərəm ki, Mübariz qardaş, yəni bu fikrimlə hətta arıçılar da razılaşa bilərlər ki, təbiətin quraqlıq keçməsinin nəticəsində təbiətdə olan həşəratların kütləvi şəkildə məhv olmasına səbəb oldu, tək arılarda yox. Bu həşəratlarda məsələn müəyyən arılarda olan gənələr olsun ki, bunlarla qidalanan məsəl üçün həşəratlar var ki, onların kütləvi qırılması məsələn bunların çoxalmasına səbəb oldu. Yəni bu işin pik nöqtəsidir. Bu balın Vəhşi bal. bəli. Mən buna vəhşi bal deyirəm, Tamamilə nə bilirsən? Təbii bal ayrı şeydir. Düşünəcəklər ki, bunun yenə şəkər təz qalxacaq, təmiz baldan sıxıntı yoxdur. Bismillah. İnşallah. Bu baldan kim istəsə, mənə şəxsimə yazar, mən də sizi cavablandıraram. Mən sənə çox-çox təşəkkür edirəm. Allah malına, mülkünə, ömrünə, ailənə bərəkət versin. Bugün şam yeməyi üçün Qəbələ rayonunun Qəmərvan qəsəbəsində yerləşən Qəbələ Nail restoranında olacaq. Gəlin görək əsl Qəbələ döşəmə plovu necə hazırlanır. Getdik. Bugün nə hazırlayacağıq? Qəbələnin adlı, sanlı döşəmə plovunu. Bizə lazımdır bir dənə hunduşka. Əgər hunduşka yoxdursa, kənd çolpası, toyuq, xoruz, quzu əti bundan da edə bilərsiniz. Beş ədəd kənd yumurtası, 400 qram qatıq, 70 qram alça əzməsi, istot, duz zövqünüzə görədir, sarı kökdə, 5 kilo düyü və nehrə yağı, şah balıd. Suyumuz qaynadı. Bacı bir toyun düyüsünü. Düyünü süzəcəyik, sonra qazmağını hazırlayacağıq, sonra hündüşkanı düzəcəyik, yaxşı. Sonra üstündən şabaldı, sonra marlanı açıb. Bismillah dedik, düyümüzü dəmləndir. Bir yana ver, bunu sonra.
Minimum 120 manatdan 250 manat arası dəyişir. Hə, çəkiyə görə. Çünki bazarda hunuşkan qiyməti bölgələrə görə dəyişir. 15 manatdan 20 manata qədərdir kilosu. Mütləq və mütləq Qəbələyə gələrkən bu gözəl ləzzəti siz də ovlayın. Bu ləzzət ki, Qəbələnin tarixi mirasıdır. Gəlin bu ləzzətlər və miraslarımızı bircə qoruyaq. Beləliklə verilişimizin sonuna gəldik. Gözəl diyarımızı, Qəbələni gəzdik. Ləzzətləri ovladıq. Görməli, gəzməli yerlərlə tanış olduq. İndi isə sağollaşıram. Özünüzdən müğayət olun. Allaha əmanət olun. Gələn dəfə hansı bölgədə olarıq birgə izləyərik. Hələlik.